Şəkildə gördüyünüz kimi 2 qat yanlıqlı, 2 cinsli tam çiçəklər göstərilmişdir. Göstərdiyim hissdə çiçək yatağı, çiçəyin saplağı, çiçəyin kasa yarpaqları və əlvan rəngdə gördüyünüz ləçəklərdən ibarətdir. Ləçəklər həmçinin tacda adlandırılır. Bu çiçək 2 cinsli çiçəkdir və gördüyünüz kimi 6 dənə, 3'ü burada olmaqla 6 dənə erkəkcik, ortada 1 dənə dişicik görsənir. Dişiciyin ağızcığı, dişiciyin sütuncuğu və yumurtalıq hissəsi verilmişdir. Və yumurtalığın içərisində bir dənə yumurtacıq var ki, yumurtacığın içəri görünən hissəsi rüşeymin kisəsi adlanır. Çünki gələcəkdə mayalanmada, qametlərdə həmin hissədə olacaq və mayalama prosesi də həmin rüşeym kisəsində getmiş olacaq. İndi biz bu qametlərin necə əmələ gəldiyi haqqında ilk öncə danışaq. Deməli, yumurtalığın divarından mitoz yolla, həmin bu yumurtalığın divarından şəkildə də göstərilir ki, həmin bu hissələrdən mitoz yolla, yazırıq mitoz yolla, çoxlu miqdarda ana hüceyrələr əmələ gəlir. Həmin ana hüceyrələr sonraki bölünmədə meyoz yolla bölünür. Biz bilirik ki, meyoz bölünən istənilən bir hüceyrə, bir dənəsindən 4 dənə yeni hüceyrə yaranır. Və ana hüceyrənin xromosom sayı diploiddirsə, o haploid xromosom sayına bərabər olmuş olur. Yeni əmələ gələn təbii ki, qız hüceyrələr haploid xromosom sayına malik olacaq. Burada gördüyünüz ananın bir dənə nüvəsi meyoz yola məruz qalaraq 4 dənə nüvə əmələ gətirmiş olur. 3'ü kiçik, biri isə böyük. Böyük nüvə makronüvəyə çevrilir. Kiçik nüvələr isə elə burada da onların yaşaması sona çatır. Həmin bu iri nüvə artıq, yəni meyoz bölünmə baş veribsə, artıq hüceyrə, yəni nüvəsinin xromosom sayı haploiddir. Bundan sonraki bölünmə mitoz yolla baş verəcək. Qət etdiyimiz bu qədər yol, yəni əmələ gələn makrospora qədər olan yol sporogenez adlanmış olur. Növbəti mərhələ isə artıq gametogenez adlanacaq. Həmin sona qədər qametlərin əmələ gəlməsinə qədər olan hissə. Və bildiyiniz kimi bir dənə böyük makrospor, 3 dəfə ardıcıl mitoz bölünəndə 2, növbəti dəfə 4, ən sonuncu dəfə 8. Baxın, birinci mitoz bölünmə, ikinci mitoz bölünmə, üçüncü mitoz bölünmə nəticəsində sonda 8 dənə nüvəli hüceyrə yarandı. Baxın, həmin 8 dənə nüvəli hüceyrə burada göstərilib. 8 dənə hüceyrənin hər birinin xromosom sayı n olarsa, təbii ki, rüşeym kisəsinin içərisindəki hüceyrələrin xromosom saylarının cəmi neçə olacaq? 8 hüceyrə vurulsun, n qədər xromosom olacaq, 8 n qədər xromosoma malik olmuş olacaq rüşeym kisəsinin içərisi. Bax, burada gördüyünüz 2 dənə hüceyrə gəlib bir-biri ilə birləşərək mərkəzdə iri bir nüvə əmələ gətirəcək ki, bu adlanacaq nə? Mərkəzi hüceyrə. Təbii ki, 2 dənə N adlı nüvə gəlib mərkəzdə birləşəndə həmin bu hüceyrə, mərkəzi hüceyrə adlananda bunun xromosom sayı neçə olacaq? Təbii ki, 2N qədər. Yəni, qısacası bu şəkli burada qeyd edirəm ki, 2 dənə hüceyrə nüvə gəldi, mərkəzdə birləşdi, əmələ gətirdi nə? Mərkəzi nüvəni əmələ gətirdi. Deməli, 3 dənə də nüvə kənarda qalacaq. 2, bu da 3. Digər 3'ü isə digər qütbdə yerləşmiş olacaq. Girəcəkdə yerləşən bu gördüyünüz bu hissədəki böyük nüvə, hər bir nüvənin 8 dənə nüvə idi. X-i birləşdi, oldu bir böyük nüvə. Cəmi 7 dənə hüceyrə qaldı. Baxın uşaqlar, 1, 2, 3, 4, 5, 6, 7 dənə. Burada da saysaq 1, 2, 3 bu qütbdə, 1, 2, 3 digər qütbdə, bir dənə də mərkəzi hüceyrə. Yəni, 7 dənə hüceyrəmiz var hal-hazırda rüşeym kisəsinin içərisində və bunların xromosom saylarının cəmi neçəyə bərabərdir? 8N-ə bərabərdir. İndi digər hissəyə baxaq. Artıq rüşeym kisəmizin içərisi 7 dənə hüceyrə və 8N xromosom sayına bərabər oldu. Baxın, indi
erkəkciyin tozluq hissəsindən yenə də mitoz yolundan çoxlu ana hüceyrələr yaranır. Ana hüceyrələrin xromosom sayı 2n-ə bərabərdir. Yenə də meyoz yolla bölünəndə bir dənə nüvədən 4 dənə yeni nüvə yaranacaq. Şəkildə də görünür. Bu hissəyə qədər olan hissə adlanır sporogenez. Sporogenez bundan sonra yaranan hissə isə adlanacaq gametogenez. Həmin gametogenez hissədə baxın bir nüvədən 4 dənə yeni nüvə yarandı. Meyoz yolla bölündüyünə görə hər bir nüvənin xromosom sayı n-ə bərabər oldu. Hər bir nüvənin ətrafında bir müddətdən sonra plazma yığılaraq sərbəst hüceyrəyə çevriləcək və mikrospor adlanacaq. Buradakı nüvə makrospor adlanırdı. Və sonda yaranan hüceyrələrin hər birinin gördüyünüz kimi ətrafında sitoplazma yığılmışdı. Hər biri fərdi hüceyrəyə çevrilmişdi, hansı ki, ortadakı mərkəzi hüceyrə, toycuq girəcəyində olan iri hüceyrə yumurta hüceyrə, qalanları isə 5 dənə kənar hüceyrə adlandırılmışdır. Yenə yazıram, 7 hüceyrə var idi, cəmisi 8 xromosom sayı. Bu, rüşeym kisəsinin içi idi. İçərisi. Ancaq qayıtsaq gametogenez mərhələsinə hər bir mikrospor, məsələn, biri haqqında danışsaq, mikrosporun əvvəlcə içərisində bir dənə nüvə var idi. Onlar mitoz yolla bölünmə nəticəsində 2 dənə nüvə olmaqla biri iri, digəri kiçik nüvə olmaqla 2 yerə bölündü. Sonra yenə mitoz baş verir. Bu zaman kiçik nüvə yenidən bölünərək 2 dənə nüvəyə çevrilir ki, bunlar da 2 dənə spermi əmələ gətirmiş olacaq. İndi həmin daha doğrusu mikrospor artıq mayalandırmağa tam hazırdır və külək vasitəsilə gəlib dişiciyin ağzına düşdükdə cücərərək uzun bir boru əmələ gətirir. Bu borunun cücərməsi nəticəsində bunun içərisinin bütün plazması həmin borunun içəri ilə irəliyə gəlir. Öndən vegetativ nüvə, arxa ilə 2 dənə spermi gələrək tökülür rüşeym kisəsinin içərisinə. Baxın, rüşeym kisəsinin içərisində özündə 7 dənə hüceyrəsi var idimi? Və bunlar 8n xromosom sayına malik idimi? Bəli. Üstəgəl də 2 dənə spermi hüceyrəsi gəldimi? Bunların da hər birinin xromosom sayı n-dirmi? 2n də belə gəldi. Deməli, bərabərdir. 2 dənə spermi düşdükdən sonra xromosom sayı 10n-ə bərabər oldu. Hüceyrə sayı 9 hüceyrəyə bərabər oldu. Deməli, mayalanma baş verməmişdən qabaq, hələ spermilər daxil olmadıqda rüşeym kisəsində 7 hüceyrə olur və bu hüceyrələrin xromosom saylarının cəmi 8n olur. Mayalanmadan bilavasitə əvvəl 2 dənə spermi daxil olduqdan sonra rüşeym kisəsində 9 hüceyrə olur. Xromosom sayı 10n-ə bərabər olur. Hansı bitkilərdən söhbət gedir? 2n xromosom sayına malik olan bitkilərdən söhbət getmiş olur. İndi uşaqlar, buradan belə bir nəticə çıxardırıq ki, baxın, indi məsəl üçün bizə hər hansı bir şey verilsə ki, tetraploid bitkinin rüşeym kisəsində spermlər daxil olmamışdan əvvəl neçə dənə hüceyrə var idi? Deyirsən ki, hüceyrənin nə qədər xromosom sayı var idi? Xatırlayırsan ki, 2n-də hələ spermlər daxil olmayanda 8n xromosom sayına malik hüceyrə var idisə, 4n-də x-dir. Buradan ixtisar aparıb tapacaqsan ki, 16n imiş. Sonra, məsəl üçün, deyirik ki, yumurta hüceyrənin xromosom sayı neçəyə bərabər idi? Yumurta hüceyrə, haploid xromosom sayı. Mərkəzi hüceyrə, 2n xromosom sayı. Sonra, yumurta hüceyrə, mərkəzi hüceyrə, sperminin xromosom sayı da yenə n-ə bərabər idi. Bəs indi bunların hamısı 2n xromosom sayına malik olan bitkilərdə belədir. Deməli, yumurta hüceyrə, diploid xromosom sayılı olan bitkinin yarısına, mərkəzi hüceyrə özünə, sperm isə yarısına bərabər olacaq.
Digər hissədə gördüyünüz kimi yumurta hüceyrə spermi ilə birləşərək 2N xromosom sayına malik olan ziqot əmələ gətirir. Söhbət 2N olan bir bitkidən söhbət gedir. 2N olan bitkinin spermisi özünün yarısına, yumurta hüceyrəsi özünün yarısına, ziqotu özünə, rüşeymi də yenə özünə bərabərdir. 2N olan bitkinin spermi özünün yarısına, mərkəzi hüceyrəsi özünə, endospermi özü və özünün yarısının cəminə bərabərdir. Gördüyünüz kimi uşaqlar, spermi N, yumurta hüceyrə N. N ilə N birləşdikdə ziqot 2N olacaq. Spermi ataya məxsusdur. Yumurta hüceyrə anaya məxsusdur. Deməli, ziqot yarısı ataya, yarısı isə anadan götürmüşdür irsi xüsusiyyətlərini. Amma endosperm belə deyək, daha çox irsi xüsusiyyətlərini anadan götürmüşdür. Yəni ana üstünlük təşkil edir. Çünki anadan gələn xromosom sayı 2N-dir. Amma atadan gələn xromosom sayı isə haploiddir. Yəni burada endosperm tərkibində ana daha çox üstünlük təşkil edir. Yumurtacıqdan nə yaranır? Toxum. Yumurtalıqdan nə yaranır? Meyvə. Çiçək saplağından meyvə saplağı yaranır. İndi gəl bura, bayaq mən dediklərim. Rüşeyimin həm ana, həm də ata sanki 50-nin 50-yə nisbətidir. Endospermdə isə ana daha dominantdır. Ananın xromosom sayı atanın keçən xromosomuna nisbətən 2 dəfə çoxdur. 2N anadan keçirsə, N atadan keçirdi. Amma toxum əmələ gələndə yumurtacıqdan və yumurtacıq divarı sırf anaya məxsusdur. 2N də anaya məxsusdur. Deməli, toxumun qabığı da sırf anaya məxsus olacaq və yalnız ana bitkinin xüsusiyyətini daşıyacaq. Sonra, məsələn, yumurtalıq divarı təbii ki, anaya məxsusdur. Deməli, yediyiniz meyvə-yanlıq hissəsi də sırf anaya məxsusdur. Yalnız ananın xüsusiyyətini daşımış olacaq. Burada da gördüyünüz kimi çiçəyin saplaq hissəsindən meyvənin saplağı, yumurtacıqlardan toxumlar və yumurtalıqdan isə meyvə yanlığı yaranmış olur.